Demək ki, biz hər nə qədər bələdiyyələrin üzərinə getsək də, məsələyə müdaxilə edən və yaxud da ki, qəbirstanlıqları təhvil verməyən icra nümayəndələri də var. Prosesə necə müdaxilə etməliyik? İstərdim sona doğru artıq təklifləri və bu problemin həlli yollarına keçək. Bilirsiniz, Nazirlər Kabinetinin müvafiq qərarında göstərilir ki, 3 ay müddətinə bütün qəbirstanlıqlar verilməlidir bələdiyyələr. Əgər verilməyibsə, deməli orada qərar pozulub. O fərmandan irəli gələn məsələlər yerinə yetirilməyib, bu da qanunsuzluqdur. İcra nümayəndələri, icra qurumları pozulub. Bəli, kimdə... İcra hakimiyyətləri pozulub. İndi Vüqar müəllim Kimin səlahiyyətində olubsa. Dedi, kimin səlahiyyətindəsə, əgər o verməyibsə, o qanunsuzluq eləyir, məsuliyyət daşıyır. Soruşa bilmirikmi ki, icra hakimiyyətlərindən niyə təhvil vermirsiniz? İndi icra hakimiyyəti... Kim soruşmalıdır? Yox, icra hakimiyyəti deyil bu. Sırf icra hakimiyyətinin tabelində olmayıb bu. Müəyyən agentliklər olub da. Bəli, müəyyən mənzil kommunal təsərrüfat departamentləri olur. Bəli, kompozlar var. Onların balansında olur. Bir adlarını qeyd edək. Havada olan, mən yəni yenə təkrar edirəm ki, bu çox mürəkkəb məsələdir və buna dolaşıq məsələdir. Burada bunun həlli yolu ilə bağlı demək çox sadədir. Yəni necə? Yəni bir sərəncamla, bir fərmanla bu prosesi nətər ki, Nazirlər Kabinetinin qanunu qəbul edib, qərar qəbul edib və intihası onun icrası ilə bağlı monitorinq aparıb, onun vəziyyətinə bağlı maraqlanmamış. Yəni biz bütövlükdə o prosesin həyata keçirilməsi üçün müəyyən addımlar atılmalıdır və burada da əsas yük tək bələdiyyənin üzərinə düşmür. Biz bələdiyyə tutalım ki, təhvil vermişik, amma onu tutalım ki, elə bir ki, maşını almışıq, nömrəni verməmişik. O zaman niyə Vüqar bəy, biz Sabah Saxlama studiyasında istər Yasamal bələdiyyəsini, Binəqədi bələdiyyəsini, Xırdalan bələdiyyəsini və bir neçəsini zəng vurub müzakirəmizə çağıranda gəlib bu studiyada əyləşib deyə bilərlər ki, bizə təhvil verilməyib bu qəbirstanlıqlar. Niyə gəlib səsləndirmirlər? Əgər kimsə bir idarə edici öz problemini səsləndirmirsə. Yox, yəqin, amma sizə bir söz deyim ki, həmin o adları çəkilən yerlər var. Bələdiyyənin balansından veriləndən sonra oradakı olan o bütün nətər ki, qanun vericilikdə qəbul edilmək, qorunması, mühafizəsi, xidməti, abadlaşdırılması, yerin dəyişməsi, digər məsələlərin həlli həmin o dediyimiz yerlərdə sabuncudan tutmuş sabunçudan kimi öz əlini tapıbdır. Bakıxanov qəsəbəsində Bülbülə gölünün Bakıxanov istiqamətində qəbirstanlıq var. Adını dəqiq bilmədiyim üçün adı çəkirəm, əraziyə qeyd edirəm. Hansı bələdiyyənin nəzdindədir? Bakıxanovun. Bakıxanov. Bələdiyyənindir? Mən biləm Bakıxanov balansındadır. Bələdiyyənin balansındadır. Deyirsiniz ki, yığılan pullar məhz həmin o qəbirstanlıqların təmizlənməsinə, otluqların təmizlənməsinə. Bu yaxınlarda mən orada sayını sadəcə unutdum. Qamışın uzunluğu qəbir daşını keçib. Ya bu bir günün, 2 günün, bir həftənin, bir ayın içində olan proses deyil. Yaxşı, yığılan pullar əgər həmin o yerlərin abadlaşdırılmasına, yolun abadlaşdırılmasına xərclənmirsə, sual yaranmır ki, bu pullar harada? Burada bir maraqlı məqam var. Kiminsə hadisə, atası, anası, valideyni kimsə dəfn olunursa, onu əziyyət çəkib gedib valideynini ziyarət eləməlidir. Və onun da ətrafında təmizlik eləməlidir. Mən deyirəm ki, mən abadlaşdırma deyəndə ümumi istifadə edilən yolları nəzərdə tuturam. Su xəttinin çəkilişini nəzərdə tuturam. Bu elə bir məkandır ki, ancaq o vətəndaş yox. Məsəl üçün, bizdə, rayonumuzda, mən də dünyadan köçənlərimizin hər dəfə rayona gedəndə geri ziyarət edirəm. Nə ki, öz əzizlərimi orada ziyalılar yatır, alimlər yatır, yazıçılar yatır, seyidlər yatır. Quran oxutdururam, keçirəm və hər dəfə gedəndə orada olan o insan ki, müəyyən var, ona müəyyən bir vəsait verirəm ki, xahiş edirəm burada təmizlik yapar. Bu könüllü bir məsələ. Könüllüdür və bunu təmin eləmirəm. Bir çoxları bunu eləyir, qəbirstanlıq elə abaddır ki. Əvvəl inanırsan elə bir vəziyyət bir neçə il bundan əvvəl. Sağ olsun, icra hakimiyyəti də hasarlatdı, orada elədir. İndi bilirsiniz, bizim borcumuzdur ki, o məkanımızı hər birimiz yaxşı saxlayaq. Mən sizin sözünüzdən qüvvət. O vətəndaş o. Ona görə də, indi bax, mən ona görə sözümün əvvəlində birinci dedim ki, burada prinsipiallıq lazımdır, prinsipiallıq. Siz də, mən də, bələdiyyə də, o birisi də hamısı prinsipiallıq göstərməlidir ki, o yer abad olsun, o yer yaxşı olsun. Bugün yenə deyirəm, bax, gör nə gündədir bu qəbirstanlıqlar, fikir ver. Bax, daş, şəsək, zibildir. Belə şəhərin mərkəzi deyib, belə saxlamaq olmaz. Bu məkanı belə saxlamaq olmaz valla. Zirənin qəbirstanlığında xidmət haqqı 150 azı indib. Həmin qəbirstanlıqda görülən abadlıq səliqə səhman işlərinə görə ən gözəl güllər, çiçək, asfalt, işıqlar, yasin otaqları, bulaq, kameralar
qane edicidir və sakinlərin də bu məbləğə etirazı olmayıb. Bəli. Özünüz də gəlib baxa bilərsiniz. Qəbirlərin ard-arda səliqəli olması da göz önündə. Xidmət haqqı ümumi xərc 150 manatdır. Əslində bir çox hallarda biz müsbət nümunənin şahidi olduq. Müsbət nümunədə də bunu bələdiyyə də eləyə bilir. Bunu bələdiyyə özü eləyir də. Siz bilirsiniz, eləyir də Eləyir bələdiyyələr. də. Bunu bələdiyyələr özləri də təşkil edə bilirlər. Bilirsiniz, bələdiyyə özü bir xidmət sahəsi yarada bilər. Və yaradır da. Yaradır da, Müəllim. aysa o. Və bundan da müəyyən xeyir götürən bələdiyyələr də var götürənə, ki, onu ərazilərində genişləndirmək deyirsiniz belə, lazımdır. o yollar var ki, qəbirlər arası yollar deyək, onun asfaltlaşdırılması Bəli. deyək, o su xəttinin çəkilişi deyək. Eləyirlər. Məsələn, Qax bələdiyyəsinin özün balansında demək... Bakıdan getdi amma Qaxadan. Yox da, Mən indi dedim nümunə... Mən nümunə üçün deyirəm də, Hə. təsəvvür edin ki, orada o gələnləri xidmət üçün yer Nə düzəldiblər. xidmət? Gələnlərin nə xidmət göstərirlər qəbirstanlıqda? Yox, orada Oturacaq var, çay içmək var. Oturacaqı bir dəfə qoydular və salam. Yox, daimi yayla qalır deyil. orada. Gələcəkdə Mən gözəl... bir şeyə toxunmaq Qəbirstanlıqda istəyirəm. çay içirlərmi Məhrəm əli? Yox, söz verirəm. Mən bir şey yox, yəni müəyyən bir ritual var da. Bir məsələdir.